Son günlər İranda Zəngəzur dəhlizi və ya trip layihəsi mövzusu müəyyən fasilədən sonra yenidən gündəmə gəlib. Bunun təbii ki, müəyyən səbəbləri var. İlk növbədə Amerika Birləşmiş Ştatları İran müharibəsində yaranmış fasilə və münaqişənin başa çatması ilə bağlı ilkin razılaşmanın əldə olunması, eləcə də Ermənistanda son seçkilər və daxili proseslər, həmçinin layihə ilə bağlı müəyyən gəlişmələr və bəyanatlar İran rəsmiləri və ekspertlərini bu məsələyə dair mövqe bildirməyə sövq edib. Bu mövqedə isə elə bir ciddi yenilik yoxdur və əsasən köhnə iddialar təkrar olunur. Belə görünür ki, Amerika Birləşmiş Ştatları və İsraillə müharibədə qələbə qazandığına inanan İran özünün regional iddialarını daha kəskin şəkildə ortaya qoymaq niyyətindədir. Ən azından ölkədə İran hakimiyyətinin bu cür davranmasına çağırış edən dairələr və qüvvələr var. Amma bu çağırışın prezident Məsud Pezeşkiyanın komandasına daxil olan rəsmi şəxs tərəfindən dilə gətirilməsi bir qədər təəccüb və təəssüf doğurur. Söhbət İranın Azərbaycandakı keçmiş səfiri, hazırda İran Prezident Administrasiyası rəhbərinin protokol məsələləri üzrə müavini Abbas Musəvinin SNN informasiya agentliyinə bu günlərdə verdiyi geniş video müsahibədən gedir. O, müxbirin Zəngəzur dəhlizi və son dövrdə bu məsələdə ABŞ-nin fəallığının artması barədə sualını təqdir edərək deyib. Stat: İran İslam Respublikası dəfələrlə bəyan edib ki, biz sərhədlərimizin yaxınlığında və ətrafımızda geosiyasi dəyişiklikləri qəbul etmirik və bu mövqeyimiz dəyişməyib. İran rəsmisi əlavə edib ki, Qafqaz bizim evimizdir və cəmi 200 il əvvəl bizdən ayrılıb. Ona görə də ora bizim sivilizasiya arealının və nüfuz dairəmizin tərkibinə daxildir. Onların da kökləri İrandadır. Bu üzdən biz Türkiyə və Rusiyaya nisbətən Qafqaz regionunda baş verənlərə daha həssas yanaşırıq. Sual olunur. İmperiya təfəkkürünün məhsulu olan bu fikirləri səsləndirməklə peşəkar diplomat olan Abbas Musəvi nə demək istəyir? Bu cür iddialar onun müsahibədə haqqında danışdığı qonşuluq münasibətlərinin inkişafına nə dərəcədə xidmət edir? Keçmiş səfir həmçinin iddia edib ki, 2-ci Qarabağ müharibəsindən sonra Ermənistanın məğlub olması səbəbindən Zəngəzur dəhlizinə bir yanaşma hakim olub. Bu da güya dəhlizin Azərbaycan tərəfindən zorla açılmasını nəzərdə tutub. Onun sözlərinə görə, İranın xəbərdarlığından sonra bu yanaşmadan imtina olunub. Bu dəyişikliyin ardınca Azərbaycan bir növ kənara çəkilib və indi Ermənistan Amerika Birləşmiş Ştatları ilə bu dəhlizi öz istəyi əsasında reallaşdırmaq istəyir. Təəssüf ki, Ermənistan bu işdə ABŞ şirkətini tərəfdaş seçib və adını da Trump dəhlizi qoyublar. Çünki Trump hara gedirsə, ora öz adını verir, deyə o əlavə edib. Musəvi deyib ki, əvvəl Azərbaycana olduğu kimi indi də Ermənistana xəbərdarlıq etmişik. Baxmayaraq ki, Ermənistanla yaxşı əlaqələrimiz var. Çünki həmin şirkətin hərbi və ya mülki qurum olduğu məlum deyil. Ona görə də biz sərhədlərimizin yaxınlığında belə bir işin olmasına xüsusi həssaslıq göstəririk. O, bu kontekstdə ABŞ-nin müxtəlif ölkələrdə rəngli inqilablar törətdiyini də xatırladıb. Düşünməsinlər ki, bizim başımız qarışıb. İran istər cənubda, istər şimalda öz torpağının hər santimetrinə qarşı həssasdır və bir zərrə də öz maraqlarından keçməz. Bu işdə mütləq İranın razılığı olmalıdır, deyə Musəvi bildirib. İran rəsmisi SSR dövründə Azərbaycanın Ermənistandan keçməklə Naxçıvana sərbəst çıxa bildiyini xatırladaraq, müharibə nəticəsində bu imkanın itirildiyini və həmin vəziyyətdə İranın Azərbaycana bu imkanı yaratdığını, özü də təkcə quru əlaqəsi deyil, həm də hava əlaqəsi təmin etdiyini vurğulayıb. Daha sonra deyib, mən səfir işlədiyim zaman Azərbaycanlı dostlara da demişəm ki, İran 30 ildən çox səxavətlə sizə bu imkanı yaradıb. İndi Ermənistanla münasibətləriniz yaxşılaşıb deyə İranın köməklərini unudursuz. Bu da qonşuluq siyasəti ilə biraz düz gəlmir. Biz çox istəyirik ki, Azərbaycan Naxçıvanla əlaqə üçün indiyə qədər olduğu kimi bundan sonra da İrandan keçən marşrutdan istifadə etsin. İndi də həmin marşrutun adını Araz keçidi qoymuşuq. Orada İran şirkətləri fəal şəkildə çalışır və bu ilin sonuna qədər işlər tamamlanacaq. Əgər Azərbaycan hökuməti maliyyə ayırsa, orada dəmir yolu da ola bilər. Bu bizim təklifimizdir və hələ də masanın üzərindədir. Belə olsa, kənar qüvvələrin regionda mövcudluğu ilə bağlı narahatlıq aradan qalxar. Əlbəttə, son müharibə dövründə qonşu ölkələri raket və dron hücumlarının hədəfinə çevirən İranın yüksək rütbəli rəsmisinin qonşuluq siyasəti ilə bağlı Azərbaycana əsassız irad bildirməsi ən azı qeyri-etikdir. Azərbaycan erməni işğalı dövründə Naxçıvanla əlaqənin təmin edilməsində İranın rolunu heç vaxt danmayıb və keçmiş səfirin haqqında danışdığı Araz dəhlizinin inşası və həmin layihədə Bakının öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməsi də əslində bunun təsdiqidir. Sadəcə məsələyə obyektiv və qərəzsiz yanaşmaq lazımdır. Musəvinin regionda İran hakimiyyətinə, yumşaq desək, dost olmayan kənar qüvvələrin gəlişi ilə bağlı
dırnaqarası əsaslı narahatlığını Azərbaycanla əlaqəli kontekstdə səsləndirməsi müsahibənin ən absurd məqamıdır. Tanınmış Azərbaycan politoloqu, sabiq dövlət müşaviri Qabil Hüseynlinin vurğuladığı kimi, rəsmi Bakının prinsipial və dəyişməz mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazisində ölkənin milli infrastrukturunun idarə edilməsinə cəlb olunan hər hansı üçüncü dövlətin strukturları və ya xarici özəl şirkətlər nə olub, nə də bundan sonra olacaq. Azərbaycan öz nəqliyyat və kommunikasiya infrastrukturunun idarə olunmasını yalnız milli suverenlik prinsipləri əsasında həyata keçirir. Bakının ən yüksək səviyyədə bəyan olunmuş bu mövqeyini İran hökuməti də, uzun illər Azərbaycanda işləmiş Abbas Musəvi də yaxşı bilir. Odur ki, hər şeyi öz adı ilə çağırmaq və bir mənalı ifadə etmək lazımdır. Reallıq budur ki, məhz Ermənistan ərazisi Qərb Rusiya qarşı durmasının ardınca Qərb-İran mübarizəsinin səhnəsinə çevrilməkdədir. Azərbaycan isə qeyd olunan ekspertin bildirdiyi kimi, heç vaxt öz suveren ərazisinin böyük güclərin rəqabət meydanına və ya geosiyasi oyun poligonuna çevrilməsinə imkan verməyib və verməyəcək. Bu kontekstdə Tehran öz narahatlıq və etiraz mesajlarını rəsmi İrəvana ünvanlamalıdır. Çünki Abbas Musəvinin və digər İran rəsmilərinin əleyhinə çıxdıqları TRIP layihəsi barədə anlaşma Ermənistanla Amerika Birləşmiş Ştatları arasında imzalanıb və yaradılan şirkətdə səhmlərin 74% ABŞ-yə, 26% isə Ermənistana məxsus olacaq. Əlbəttə, Tehranın çaşqınlığını anlamaq olar. Uzun illər, xüsusən 2-ci Qarabağ müharibəsindən sonraki dövrdə Ermənistana geniş siyasi və iqtisadi dəstək verən İrana, İrəvanın dırnaqarası sağolu gözlənildiyi kimi olmayıb və faktiki olaraq İranın maraqlarını arxa çevirmək şəklini alıb. Bu şəraitdə Ermənistanın sərhədlərinin toxunulmazlığını özünün qırmızı xətti elan edən, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir deyə bəyanatlar verən, Azərbaycanın etirazlarına rəğmən Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının monitoring missiyasının fəaliyyətinə dözümlü yanaşan İranın indiki pərtliyi başa düşüləndir. Abbas Musəvinin Azərbaycanda səfir olduğu dövrdə İranın Ermənistandakı səfiri kimi fəaliyyət göstərən, hazırda İran Xarici İşlər Nazirliyində yüksək vəzifə tutan Mehdi Subhaninin həmin vaxt Ermənistanın müdafiəsi üçün necə dəridən qabıqdan çıxdığını da xatırlatmaq olar. Yəni burada Azərbaycanlıq bir iş yoxdur. Necə deyərlər, özü yıxılan ağlamaz.